yüzlərlə, bəlkə də minlərlə əməliyyat etmisiniz indiyənə kimi və bu əməliyyatlar içərisində sizə ən çox təsir edən ya da ən çətin ola bilər. Sizin sahənizdə hansını qarşılaşmısınız? Ən çətin olan dediyiniz bir orqanın olmamasıdır və sən o orqanın yerinə bir şey qoymağa çalışırsan. Deyək ki, qida borusunun olmaması. Qida borusu bədəndə ola biləcək, müalicəsi, çözümü olmayan bir orqandır. No man's land deyirlər. Heç bir insan torpağı deyil, heç bir cərrah da sevməz qida borusunu. Çünki yerinə qoya bilinəcək bir şey yoxdur və çox həssasdır qida borusu. Qida borusu bir kərə zərər gördümü, bir daha düzəlməyəcək. Zərər görməkdə şu mənasında. Məsələn, evdə sirkə içən uşaqlar, təmizləyici vasitələrə həmişə deyilir ki, bunların uşaqların görə bilməyəcəyi, edə bilməyəcəyi bir yerlərə qoyun. Yəni bugün görmürük mü? Burada çox görürük.